Salam bir daha. Şərt formatlamanın ikinci hissəsini izah edirəm. Top batın rul əmrini. Birinci highlight Rus'dan birinci videoda danışdıq, nə etdiyini, hansı prosesləri həyata keçirdiyini. Top batın rul isə görək hansı prosesləri həyata keçir. Əsasən rəqəm dolu xanalar üzərində bu proseslər həyata keçirir. Məsələn, mən yenə maaş diapazonunu seçmişəm və yaratdığım belə bir baza var. Yaratdığım bu bazada şərt formatlama olaraq top batın rula baxacağıq. Tam bonus maaş hissəsindən belə bir diapazon qeyd edirəm. Qeyd etdiyim diapazonda conditional formatın top batın rulundan top 10 item verir. Yəni ki, əgər gəlib mənim cədvəlimdə mənə şərt olaraq verərsə ki, bu şərti mənim qarşıma qoyarsa ki, deyər ki, məsələn, verilmiş diapazon içərisində alınan bir maaşdır. Bu alınmış maaşlar içərisində dəyəri ən yüksək 10 dənə xananı gətir şərti formatla. Bu prosesdəki verilmiş bu şərti həyata keçirmək üçün conditional formatın top batın rulundan top 10 itemdən istifadə edirik. Daha doğrusu top 10 item. Bir dəfə klikləyəndə açılır pəncərə. Açılan pəncərədən mənə bu standart olaraq 10 dənə də deyə bilərsiniz və siz bu qiyməti artırıb azalda bilərsiniz. Gəlib də təsdiq edəndə verdiyim şərtə uyğun olaraq xanalarımı mənim qırmızı rəngdə demişəm, qırmızı rəngdə göstərəcək. Gəldik növbəti əmrimiz isə faiz göstəricisi yuxarı olan faiz göstəricisi yuxarı olan yəni bu faiz hesabatı zamanı aldığım dəyərə uyğun olaraq faiz göstəricisi daha yüksək olan 10 dənə xanım. Məsələn, burada tutum hesablamışam. Artıq yekundan məsələn tutumun 20%-ni hesablamışıq. Artıq bunu bilirik. Məsələn, tutduğum bu tutumlar var. Deyək ki, hər hansı bir fonda görə, sığortaya görə tutum tutulubsa, tutduğu bu tutumlar içərisində dəyəri yüksək olan, yüksək dəyərə malik olan, daha doğrusu 10 dənə xananı gətir göstər deyər və standart olaraq 10 dənə deyə bilər, 10 dənə göstərməyə bilər. Bu normaldır. 10 dənə deyir, eybi yoxdur, 2 dənəsi. Yəni, Excel başa düşür ki, hesabat zamanı 10 dənə deyir, amma 10 dənə dəyəri bu rəqəmlər arasında bölüşdürə bilmir. Ona görə gəlir, götürür, verdiyin şərtə uyğun olaraq 10 dənəni. 10 dənə olmaya da bilər, 2 dənəni burada indi mən görürəm. Gəlib yan tərəfdə də rəngini dəyişib daha başqa rənglərdə təşkil edə bilərsiniz. Conditional top batın rulundan batın 10 itemdir. Məsələn, bonus diapazonunu seçirəm və yaxud da ki, gəlin maaş diapazonunu seçək. Belə bir maaş diapazonu var və sizin qarşınıza şərt qoyulub ki, seçilmiş bu diapazonda dəyəri aşağı olan standart 10'dur. Yenə dediyim kimi 10 təqdim etməyə də bilər. Klikləyəndə gəlib yan tərəfdən məsələn mən deyirəm ki, aşağıları sarı ilə göstər. Və dəyəri məsələn kiçik olan, ən az olan 5 dənə xananı bizə gətirib göstərəcək. Yellow'da deyə bilərsiniz. Gəlib təsdiq edə bilərsiniz. Məsələn, bonus diapazonunu seçirəm. Bu, indi gəlin, yox, bayaqçı indi faiz hesabatı olacaq da, düzdürmü? Bəli, faiz göstəricisi aşağı olan 10 dənə ədəd. Tutum üzərindən mənə gəlib deyiblər ki, tutum faizi aşağı olan 10 dənə ədədi göstər. Top batım ruldan deyəcək ki, biz nəyi? Batım 100. Burada görürsən, batım 10, yəni batım 10 faiz göstəricisi aşağı 10 dənəni qırmızı ilə göstərir. Burada 10 deyib, amma sizin xananızda 1 göstərir. Excel başa düşür ki, yazdığın dəyərlər arasında fərq çox olduğuna görə standart 10 dənə göstərə bilmirəm. Yəni, uyğun olaraq aldığı dəyər heç 10 dənənin arasında bölüşmür. Ona görə də gətirib bir dənə xananı sizə şərti formatlayır. Faiz göstəricisi aşağı olan xanaları. Average above, ədəd ortası yüksək olan. Məsələn, belə bir bonus diapazonumuz var. Həmin bu bonus diapazonda sizə lazımdır ki, ədədi ortası yüksək olan bonus hesabatını xanada göstərəsiniz. Bunun üçün sizə above average
ədədi göstəricisi yuxarı olan xanaları göstərir. Məsələn, siz buradan da gəlib bunu yaşıl da deyə bilərsiniz ki, ədədi ortası ən yüksəyə malik olan qiymətləri gətirib burada göstərir. Həmin bu diapazonda, məsələn, sizə lazımdır ki, below average, yəni ədədi göstəricisi aşağı olan 10 dənə, 10 dənə dediyim kimi, burada 10 dənə göstərmir. Sadəcə elə ədədi ortası aşağı yuxarı olanları sizin üçün göstərəcəyim. Sən bunu da redlə saxlayın. Gəlib təsdiq edəndə verdiyim şərtə uyğun olaraq formatlamanı burada görmüş oluram. Data bar nədir? Verilmiş diapazonda məsələn belə bir yekun hesabatım var. Bu yekun hesabatın xanalarının içərisindəki artma, azalma ardıcıllığını rəng şkalaları ilə görmək istəyirəmsə bu əmrdən istifadə edəcəm. Burada gördüyümüz müxtəlif rəng şkalalar, rənglər vasitəsilə artma, azalma keçidlərini göstərir ki, nədir və siz hər dəfəsində də məsələn buradan dəyər dəyişməliyəm də, buradan dəyər dəyişsəniz də verdiyiniz şərtə uyğun olaraq da dəyərləriniz digər xanalarda dəyişmiş olacaq. Məsələn, bu tutum hissəsindəki şərti formatlamanı təmizləmək üçün conditionaldan clear rules hissəsindən ikinci əmri klikləyəcəksiniz. Daha doğrusu hamısını seçdim. Sadəcə o diapazon mənə lazımdırsa, birincini deyəcəm. Görürsünüzmü? İkinci bütün hamısı formatlamanı silir. Məsələn, verdiyiniz bu rəqəm aralığındakı artma, azalma ardıcıllığını belə bir ikonlarla görmək istəyirsinizsə, gətirib təyin edəcəksiniz və sizə həmin o dəyərə uyğun olaraq artma, azalma ardıcıllığını ikonlarla göstərəcək. Və bunu da qeyd etmək istəyirəm ki, əgər siz qeyd etdiyiniz diapazonda hesabat zamanı diyez xətaları çıxarsa, o deməkdir ki, əldə etdiyiniz dəyər, yəni qiymət xananın həcminə görə böyükdür. Bir dəfə klikləyəndə siz həmin sahəni açmış olacaqsınız və diyezlər aradan qalxacaq. Bu bizim xanalara qoyulan səhvlər var, xətalar var. Əlbəttə ki, onu gələn dərslərdə deyəcəm, amma indi diyez çıxdı qabağımıza, onu deyirəm ki, məsələn, xanaya daxil etdiyimiz dəyər xananın həcmindən böyük olarsa, bu xətanı görmüş oluruq. İkon setdə belə bura qədər şərt formatlamamızın da ikinci hissəsi adından da məlum oldu ki, şərt daxilində formatlama prosesinə daha asan və səmərəli üsulla buradan edə bilirəm. Forma test table-ı izah etmək istəyirəm. Forma test table-da bizdə belə bir cədvəl stilləri var. Bu cədvəl stilləri Word-də də qarşımıza çıxırdı. Cədvəl stilləri Excel-də cədvəli həmin bu table formasına çalmaq üçün Alt T-dən istifadə edəcəksiniz. Alt T mənim cədvəlimi table-a, yəni cədvəl formatına salır. Sən gəlin buradan salam. Klikləyəndə əlbəttə ki, cədvəl sahəsini seçmək lazımdır. Cədvəl sahəsini seçmək istəyirsə, cədvəlin ortasında Ctrl-A deməyiniz kifayətdir ki, cədvəl seçilsin. Mən gəlib boş sahədə Ctrl-A desəm, bütün sahə seçiləcək. Amma cədvəlin ortasında Ctrl-A deyiləmsə, cədvəl seçiləcək. Forma test table-a gələndə buradan istədiyim bir cədvəl növünü götürürəm. Məsələn, bu növünü götürürəm. Açılan sahə mənə deyir ki, cədvəlin sahəsi qeyd olub, gəlib təsdiq edəndə belə bir ağıllı cədvəl formatına saldı. Yan tərəfdə siz lazım olan filtr düymələri əlavə edin. Əlavə etdiyi bu filtr düymələri cədvəl daxilində axtarışınızı səmərəli hala gətirir. Məsələn, sizə Nahidə Tağıyeva haqqında ümumi məlumatları görmək istəyirsiniz. Bunun üçün ad, soyad diapazonunun üstünə bir dəfə klikləyəndə açılan pəncərəyə lazım olan adı yazırsınız. Nahidə. Məsələn, Nahidə Ağayeva bunun klikini götürək, bunda qalsın, gəlib təsdiq edirəm. Nahidə Ağayevaya aid olan bütün məlumatları gətirdi mənim ekranımda göstərdi. Açılan pəncərədən də hardan tətbiq etmişəm. Baxın, filtr işarəsinin olması həmin bu diapazona filtr verilmiş olmuş anlamına gəlir. Üstünə bir dəfə klikləyəndə, select all deyib gəlib təsdiq edəndə siz cədvəlinizi əvvəlki formatına qaytarmış olacaqsınız. Dərsimizdən də bura qədər bitdi.